Bütün kənd bilirdi ki, filankəsin qızı oxuyur. Özdə bizdə anam narazı idi, atam yox. Mənə əsas mənim böyük bacım, Şəkürə bacım oxudu və anam oxutmuyub. Demək bir günləri Ağdam 1985-ci ildə, 85-ci il idi. Kəndimizdə Qaragöz müəllimə vardı, bizim pioner daşlar rəhbəri idi. Bir günlərim İsmarıc göndərdi ki, uşaq yığırlar, musiqi məktəbi açılıb. O vaxtı da Murad Rızayevin rəhbərliyi ilə bir dənə pionerlər evi var idi. Hər ildə orada gedirdik, müsabiqədən keçirdim. Qoymurdu anam getməyə. Müsabiqədən keçirdim, anam qoymurdu getməyə ki, qoymuram. Amma bu dəfə bacı gəldi bizi Rafiq Rüstəmov, məktəbin direktoru, indi hal-hazırda Londonda yaşayır, bizim dəyərli əməkdar mədəniyyət işçisi, tar ustadı. Rafiq Rüstəmov gəldi bizim kəndə. Dedi, uşaq yığıram, bəs təzə məktəb açılıb. 85-ci il idi. Ustad sənətkar Xan Şuşinskinin adına. 5 illikdir, orada bu dəfənlər keçiriləcək, musiqi təhsili veriləcək. Yəni, belə öz fəaliyyət dərnəyi kimi deyil də, əməlli təhsil veriləcək. Və o vaxtda da xanəndəlik məktəbi Ağdamda bir Xan Şuşinski məktəbində idi. Məni də Qaragöz müəllimə sağ olsun, Allah köməyində dursun, dedi, Sevinç mütləq gəlməlidir. Elə anam da qoymur, bacım anamdan xəlbət məni götürdü, gətirdi həmin o məktəbə. Məktəbdə də gəldim, gördüm ki, kimlər var burada? İslam Rızayev, Süleyman Ələsgərov, Şövkət Ələkbərova. Hamısı seçimə gəliblər. Hə, nə oxuyassan? Qaldım belə, nə oxuyacaq? Başladım, dağlardan açdım oxumağa, dağlardan açdım. Dağlardan açdım, düzə qoymadılar. Bəzəndim, gəldim, sizə qoymadılar. Ayar sənə mən aşıq. Özdə açıq kökdə, do kökündə bilmədən səsi oranı tutmuşam. Ay qız, ay qız, ay qız, özümdən sən əllə, qolla, belə qəşək sərbəst. Çünki o qədər sərbəst idim oxumağa, çəkinmirdim oxumaqdan. Beləcə Süleyman Ələsgərov qayıtdı ki, bu hazır xanəndədir ki, onun nəyin seçirsiniz? Seçildi. Eləcə seçildim. Və beləcə Mərzilinin səsi oldu. Beləcə Mərzilinin səsi oldum mən. Mən elimə, obama təşəkkür edirəm ki, mənə o hörməti qazandıdılar, mənə o hörməti qoydular. Mən onun üçün onlara təşəkkür edirəm. Bugün də mən gəlirəm bu elimin, obamın o cığırlarına, izlərinə baxıram. Hər cığırda hərənin özünün öz izi var burada. Bu kənd sizə nə verib? Bu kənd mənə hər şey verib. Bu kənd məni Sevinç Sarıyeva eləyib. Könül aşıqı sən dolan yorulma. Könül aşık sən dolan yorulma. Hey başın ayağına vətənin. Bu cənnətdən İsin istəyəcəyinə vətəninə aman. Qoy güllə düşmənin özünə dəysin. Qoy güllə düşmənin özünə dəysin. Şəmşirin söz oxu özünə dəysin. Daş atanın daşı özünə dəysin. Toxunmasın ayağına vətən. Elim köməyim olsun. Elim köməyim olsun. Elimə köməyim olsun. Elimə yük olursam, elimə yük olursam, elim köməyim olsun. Onların 3-cü gəlişimdir bu kəndə. Hər dəfə gələndə belə kövrəlirəm. Bu həyətdə böyümüşəm, çox qayğısız günlər yaşamışıq.
Mən deyərdim ki, bəlkə də çılğın uşaq olmuşam, hamı deyir. Amma mən ən çox nadinc uşaq mən olmuşam, evin nadinci mən olmuşam. Divarlarımıza baxıram, daşlara, divarlara, nə bilim, Sifdə bu kəndə gələndə torpaqlar azad olunandan sonra bacılarımla gəzirdik, evi tapa bilmirdik. Gəldim, bax, deyə bu kafellərdən biz evimizi tanıdıq. Bu bizim hamamımızın içərisi idi. Bunu da biz yadıma gəlir, uşaqlığım yadımdadır. O vaxtın ustaları biraz çox belə kafel düzə bilmirdilər də. Onun o bəzəkləri vardı ki, üst-üstə düşməli idi. Onu bacılarım yerdə düzüb qoşurdular, verirdilər ustaya, usta da onu dənə-dənə divara vururdu. Hamamımızın kafelini hamımız tanıdıq ki, bu ev bizim evimizdir. Qapımızın hər daşın elə bil ki, özünün öz bir tarixçəsi var. Hər daşdan mənə elə bil bir səs gəlir. Çünki o daşlar nə əziyyətlərlə tikilib, hansı zəhmətlə tikilib. Atamın zəhməti var o daşlarda, anamın əziyyəti var, bacılarımın, qardaşımın əziyyəti var o daşların ora düzülməyində. Bəlkə də bu daşların dili olub danışsaydı, çox şeylər danışardılar. Bəzən otururam, deyirəm ki, baxıram belə həyətə baxıram, boylanıram belə həyətimizə. Deyirəm, burada aşağıda darvaza deyirdik də, o vaxtı qapımızdan, böyük qapıdan, əsas girişdən. Orada bizim su doldurduğumuz çay suyu. Çünki bizim kəndin içməli suyu az idi. Gülaflı kəndindən su alırdıq. Və baxıram orada həmin bizim o su çənimiz durur. Özdə hara qoymuşuq oradadır. Su maşınının qapıya gəlməyi, o gələn anda çəndən əlavə yenə də qablar gətirib doldurmağımız və hayla, küylə o qonşunu çağırırdıq, bu qonşunu çağırırdıq ki, içməli su gəlib. Yəni belə bir haylı, küylü günlərim yadıma düşdü. Səs salanın biri də mən idim. Tut ağaçlarımız vardı, quruyub orada. Tut ağacının dibində evci oynuyorduk. O yüzden bizim kukulalar neden olurdu? Qarğıdan düzəldirdik kukulalarımızı, qarğıdan. Saç düzəldirdik parçalardan, kukulamıza saç düzəldirdik. İndi onu mən bacara bilmərəm. O vaxtı bacarırdıq. O günlərim yadıma düşdü. Və məktəbə getdiyim o izlər hamısı yadıma düşdü. O xatirələrim yadıma düşdü. Səhər tezdən dururduq. Anam təbii ki, atam, onlar bilirsiniz ki, biz tərəkəm olmuşuq. Mənim valideynlərim bizim yanımızda çox vaxt olmurdu. Biz amma böyük bacılarımla qalıb məktəbə gedirdik burada. Amma tətillərdə gedirdik anamla atamın yanına, fermiyada belə deyək.